Euzu billah mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve ma umiru illa liya'budullaha muhlisine lehu'd-din hunafa ve yuqimussalat ve yu'tuz-zakat ve zalike dinul qayyim. Sadaqallahul aliyyul azim. Aziz mümin kardeşler, sizleri hamdolsun Rabbimize, Halikimize, Allah'ın evinde, bu Ehl-i Beyt'in kapısında Allah'ın salamıyla salamlayıram. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Ve Allah Teala'dan arzum budur ki Allah Teala takva yolunda her birimizi sabit kadem karar versin inşallah. Allah'ın bu cuma günümü her bir Müslüman için ve her birimiz için mübarek karar ver. İlahi Perverdigar-ı Alem dünya üzerine ve hususiyle de Müslüman ülkelerine emin-amanlık bəxş karar ver. Perverdigar-ı Alem Azerbaycanımızı diğer ülkeler arasında sayılan ve seçilen ülkelerden karar ver. İlahi Perverdigar-ı imanımızı kamil karar ver. İlahi şer'i hatanı üzerimizden götür. İlahi bizim şehitlerimizi rahmet karar ver. Megamları uzadır, onları peygamberlerle, Kerbela şehitleriyle hemnişin karar verginin. Perverdigar alem sana an verem celal ve izzetin hatirine. O ki Türkiye'de hususiyle de onların asker ve zabitlerinden 20 nefer sayılıp seçilen zabitler vatan oğulları şehit oldular. Hemen samolyot hadisesinde ilahi onları gani gani rahmet karar verginin. Onların ailelerine sabır verginin. İlahi bizim de ruzimizi bol karar verginin. Azerbaycanımızın semasın hemişe açık ve aydın karar verginin. Bizleri sahibe zaman aleyhisselamın askerlerinden karar verginin. Muhammed ve Ali Muhammed salavat zikrediği. Aziz mümin kardeşler, bugünkü bahsimiz İhlas hakkındadır. Yani insanın ihlası necə olmalıdır? İnsan ne etmelidir ki ihlaslı olsun? Və yaxud da ki ihlas insandan ne talep edir? Bir de ki biz Müslümanlara ihlas lazımdır mı, vacibdir mi bu? Ya yok. Allah Teala her bəndəsini ihlaslı görmək istəyir. Ve her zaman da bendesinin güzel olması için Kur'an-ı Kerim'den nümuneler biz insanlara gönderir ki biz ihlası necə tapaq. Her birimiz ibadet ederken, hatta ibadetin her bir emelinde, ibadet tekçe bizim namaz ve oruç tutmağımız değil. İnsanın her bir emeli, güzel bir emel etmiş olarsa o ibadettir. Güzel bir insanla danışarsa o ibadettir. Öz ailesiyle güzel rəftarı olarsa ibadettir. Bir insan müəllimdirsə, öz tələbələrine hüsn-i zənnlə əxlaqı öğretmiş olarsa, ədəbi öğretmiş olarsa, tanıtım olan Allah'ı hakkı ile ona göstermiş olarsa, öğretmiş olarsa bu ibadettir. Her bir sənətkar öz sənətində rizalillah bir iş görülmüş olursa, hoş bir əməl görmüş olursa ve o işin başlangıcında deyir ki ilahi Perverdigar-ı alem mən bu işi görürəm, sənə göre görürəm. Bak o zaman insan nicat tapmış olur ve ihlasın yolunda olmuş olur ve onun ettiği bütün bu əməllər nedir? İbadettir. Allah Teala o cür olmak için bizim her birimize kömək olsun. Beyyine suresinin 5. ayetinde Allah Teala buyurur ve ma umiru illa liya'budallah muhlisine lehu'd-din hunafa ve yuqimus salata ve yu'tuz zakata ve zalike dinul qayyim. Halbukidir onlara yalnız bu emir edilmiştir ki yani biz insanlara bu emir edilmiştir ki öz ettiğimiz ibadetlerimizi
dinlərində və itaətlərində Allaha ixlasla və haqqa dönərək ibadət etsinlər. Yəni haqqa dönərək ibadət etmək lazımdır. Bütün əməllərimizdə haqqı taparaq ona ibadət etmək lazımdır. Əgər haqqı tapmasaq bizim etdiyimiz ibadətin bir keyfiyyəti olmaz. İnsan haqqı tapmalı, ondan sonra ona ibadət baş əyməlidir. Allah Teala buyurur ki, o haqqı tap, ondan sonra ona ibadət et, namaz qılsın və zəkat versin onunla bərabər. Müxlis bəndəmdir budur. Hansı bəndədir? Etiqad və əməllərində Allaha ixlasla əməl etsin və haqqa dönərək. Haqq hansıdır? Allah özü və onun göstərdiyi yol. Allah Teala özü və Allah Teala'nın bizə göstərdiyi, yön göstərdiyi yol. O hansı yoldur? Kur'an-ı Kerim. İslam dini və peyğəmbərlər və sonuncu peyğəmbərimiz haqq deyərək hər sözü dedi. Haqqa dönərəkdir. Allaha dönərək. Çünki peyğəmbər deyir ki, hər sözü deyirdi, Allah sözü deyirdi. Onun da dedikləri haqqın sözüdür. Kur'an'da haqqın sözünü deyir. Haqqdan gələn bir haqq olan sözdür. Allah kəlamlarıdır. Kimin üçündür? Biz insanlar üçün. Deyir, ixlaslı dön o tərəfə. Yəni hər şeyi təmizlə, pakla, ondan sonra dön. İbadətivin, yəni gün vaxtının keçirdiyin vaxtın dəyərin bil, qiymətin bil. Ola bilər bu dünyada səni aldatmış olsunlar. Ola bilər ki, sənin qəlbinə nüfuz etmiş olsunlar. Ola bilər ki, ibadət etdiyin bir təqdirdə günaha yön almış olarsan və hər nə qədər ibadətdə varsan, bir o çox qədər də günaha getmiş olarsan. Bu sənin ixlaslı olmağın deyil və onu göstərmir. Göstərmədiyi üçün də əməlinin bir keyfiyyəti yoxdur. Bu əməl ki, bu cür eləyirsən, qiyamət günündə sənin üçün bir şeyi yoxdur. Yəni bir faydası yoxdur. Sənə bir köməkliyi yoxdur. Əlin boş gedəcəksən o dünyaya. Boş getməmək üçün ixlaslıdır ol ibadətində, itaətində, Allahı tanımaqda, haqqa getməkdə, namaz qılmaqda, zəkat verməkdə. Bu cür olsan deyir, ixlaslı, müxlis bəndəsən. Naziyyat surəsinin 37-ci ayəsində Müteala Allah buyurur, fəəmmə mən təqa. Amma o insanlar ki, kimlərdir? Bu dünyada yaşayır, fəəmmə mən təqa, tuğyan edir. Bəzən də namaz da qılır, ibadət deyilir, amma tuğyandadır. Tuğyan etmiş olur. Fəəmmə mən təqa. O insanlar ki, tuğyan edir. Və əsərəl həyatət dünya. Və dünya həyatını ahirətdən üstün. Və əsərəl həyatət dünya. Və dünya həyatını ahirətdən üstün tuta. Bu dünya həyatı hər nə varsa bu dünyadadır. O dünyada bir şey yoktur, bir haber yoktur o dünyadan. Her ne varsa bu dünyadadır. فَاِنَّ الْجَحِيمَ هِيَ الْمَعْبَى Andolsun dir, dergahıma dir. فَاِنَّ الْجَحِيمَ هِيَ الْمَعْبَى Onların yeri, görüş yeri haradır? Cehennemdir. O cür fikirləşən insanların, o ki hər şey bu dünyadadır ve bu dünyaya bağlıdır. Her ne ki bu dünyada var, ondan başka bir şey yoktur. Dir, فَاِنَّ الْجَحِيمَ هِيَ الْمَعْبَى Onların yeridir, cehennemdir. Necə? Bakın, bu dünya her birimiz için, her bir başa düşen insan için. İnsan bölünür de daha çok Allah'a bağlı olan ve yaxud da ki bu dünyaya daha çok bağlı olan. Hazreti Emir el-Müminin Ali İbn Abi Talib aleyhisselam bu dünyaya bir tarif verir. Tərifləri çoxdur, amma bu cür bir tərif verir və insanları bu dünyanın misalı ilə bizə başa salmaq istəyir ki, insan başa düş bu dünya nədir və haqq olan Allahın dediyi, bizdən istədiyi dünya və ahirət nədir? O insanlar ki, bu dünyaya daha çox meyillidir və hər bir şeyin də bu dünyada olmağın bəyan edirlər, özləri üçün və ətrafdakıları üçün, deyir Əmir el-Müminin, bu dünya ona benzəyir ki, dünya adamları ona benzəyir ki, elə bir çobandır, onun bir sürüsü var, koyun sürüsü var deyir. Çoban çalışır ki, öz sürüsün aparsın, yaylaqda ən gözəl ot olan, ən təmiz ot olan, ən keyfiyyətli ot olan bir yerə aparır ki, sürüsün o yerdə otlasın. Çünkü hoş deyir ki öz sürüsü orada otlasın.
Sürü də gəlir, qoyunlar da gəlir, həmən o otlağı görəndən sonra öz özlüyündə Əmir el-Müminin buyurur, fikirləşirlər ki, çox sağ olsun bizim sahibimiz çoban. O bizi bu gözəl bir yerə gətirib, həm paşdır, həm havası qəşəngdir, həm otu da o qədər gözəldir ki, təmizdir ki, biz bundan daha çox qidalansaq, daha çox nə olmuş olarıq? Yaxşı olmuş olarıq və ətli canlı olarıq. Dua edirlər öz sahiblərinə. Bu dünyada dünya pərəstlər üçün o cürdür. Dünya ki özünü cəlb elədi, insanı özünə cəlb eləyəndən sonra o insanlar ki o fikirdədirlər ki bu dünyadan başqa bir şey yoxdur. Hər nə varsa bu dünyadadır və bu dünyada olan bir şeylər də bunlar bizim üçündür və hər nə cür də mən bu dünyadan istifadə etməliyəm, ahirət deyilən bir şey yoxdur. O dünya insanı özünə cəlb etmiş olur və bütün çirkinlikləri o insan onu eləyir bu dünyada. Çünki o dünyadan bir xəbər yoxdur ki. Amma bir vaxt, bir zaman gəlib, Kıyametin günündə, hesab günündə فَأَمَّا مَنْ تَغَى o insanlar ki bu dünyada tuğyan edirdi. Her şeyi bu dünyaya bağlayırdı. O dünyadan bir haber getiren yoktur. Tuğyan edirdiler o insanlar öz cavanlıklarına, bu dünyanın nimetlerine, cıqdığı o var ve dövlete, her bir şeyine ki bu dünyada vardır. فَأَمَّا مَنْ تَغَى o insanlar ki ya peygamber tuğyan edirdiler bu dünyada. فَأَسَرَ الْحَيَاتَ dünya ve bu dünya hayatını ahiretten daha çok üstün sayırdılar, əfsəl sayırdılar, kıymetli sayırdılar, değerli sayırdılar. Ondan başka bir şeyin olmadığını beyan edirdiler özleri için, yanındaki olanlar için. فَاِنَّ الْجَحِيمَ هِيَ الْمَعْبَى andolsun deyir. فَاِنَّ الْجَحِيمَ bəs həqiqətən də onların yeri cəhim, cəhənnəmdir. هِيَ الْمَعْبَى onların yeri, yurdu, onlar ora üçündür. Məqamı ora üçündür. Və əmmə mən xafə məqamə rabbihi və nəhən nəfsə ənil həva amma ya Peyğəmbər o insanlar ki bu dünyada yaşayarkən və əmmə mən xafə məqamə rabbihi Allahın huzurunda dayanmaqdan qorxarlar. Deyərlər ki, Pərverdigarı aləm, mən qiyamət günündə bu dünyada ki yaşayıram, hələ ki bu dünyadayam, amma bir zaman, bir vaxt gələcək ki, mən sənin huzurunda dayanacağam, onu fikirləşəndən sonra, o məqamı yadına gətirəndən sonra, hər gün, hər zaman, hər namaz, o məqamı üzbəüz qalın Allahdan qorxduqları üçün deyir, və nəhən nəfsə ənil həva və öz nəfslərini həvai nəfsdəndir, uzaq edərlərdir. Fə innəl cənnətə hiyəl mə'va o cür əxlaqda olan insanlar, pəhrizkar insanların yeri nədir? Cənnətdir ya Peyğəmbər. Cənnətdir. Tuğyan edənlərin yeri cəhənnəmdir. Bu bilavasitə ki onların yeridir. Amma o insanlar ki bu dünyada yaşayarkən pəhrizkardır, qorxur. Neden korkur? Birden bir günah etmiş olar. Birden günah etmiş olar. Allah onun ruhun bedeninden alar ve o hemen günahı bağışlamamış gidecek ve orada Allah'ın megamında, Allah'ın huzurunda, kıyamet gününde, o haşir gününde dayananda günah o kadar çok olmuş olar ki onun cevabını verebilmez. Verebilmediği için de ondan korkar bu dünyada. Yaşayarken korkar. Necə ki Peyğəmbərlərimiz o cür yaşayıblar. Necə ki bizim imamlarımız o cür yaşayıblar. Çox pəhrizkar olublar. Niyə? Allahın məqamında dayanmaqdan həya ediblər, qorxublar, çəkiniblər. Etdiyi əməllərinə görə ki, birdən mən Allahın sevmədiyi bəndələrin cərgəsində ola bilərəm. O cərgədə olmayayım deyib mən Allahın haqq olan yolunda, düz olan yolunda, əxlaqla, ədəblə, ixlasla, imanla, əməlimlə o yolda olum ki Allahın sevimlisi olum, Allah Taala'nın əzizi olum və nə xoş ki bu dünya və ahirətdə o cür fikirləşənlər vardır. Allah Taala o cür olmağı bizim hər birimizə qismət eləsin inşallah. Və ondan sonra buyurur ki, məqamdan qorxur ki Allaha cavab verməkdən və sonra buyurur ki, nəhy edir özünə. Hansı həvai nəfsi özünə nəhy edir? Həvai nəfsdən qorunmaq, həvai nəfsi özündən uzaqlaşdırmaq, həvai nəfsi özünə yaxınlaşdırmamaq. Həvai nəfs odur ki, nəfsə qurban gedirsən. Ondan sonra olursan nəfsivin və şeytanın əsiri. Əsiri olandan sonra oradan çıx,
çıxa bilmirsən. Çıxa bilmədiyin üçün də qiyamət günündə üzü qara gəlirsən Rəbbinin huzuruna. Allah Taala heç birimizi qiyamətin günündə, o sorğu-sual günündə heç birimizi gözü kölgəli, üzü qara gətirməsin inşallah. Muhammed və ali Muhammed salavat gedirdi. Hicr surəsinin 39-cu ayəsində buyurur: "Qala Rabbi bima aghwaytani la uzayyinanna lahum fil arzi və la ughwiyannahum ecmaîn." Baxın, elə ki Allah Taala biz bəşəri yaradandan sonra, Adəmi yaradandan sonra dedi ki, bəs ey yaratdıqlarım, ey Adəmdən qabaq olanlar, ey mələklərim, baş əyin, mənim sözümə, mənim əmrimə baş əyin. Hamı baş əydi, İblisdən başqa səcdəyə getmədi və Allah Taala da onu dərgahından uzaq etdi. Hicr 39-da buyurur ki: "Qala Rabbi bima aghwaytani la uzayyinanna lahum fil arzi və la ughwiyannahum ecmaîn." Deyir ki, ilahi pərverdigarı aləm, mən ki sənin bu sözüvə, Adəmi ki yaratmışdın, məxluq kimi, baş əymədiyim üçün sözüvə ki, əymədiyimdən sonra məni qovdun öz dərgahından, and olsun sənin ki bu bəşəri yaratmışsan, mən qiyamət gününə qədər sənin yaratdığın bu bəşərin hər birini sənin yolundan çıxartmaq üçün gecə və gündüz yatmadan çalışaram və hamısını sənin huzurundan, sənin dərgahından uzaq etmiş olaram, hər birin. Çox maraqlı bir şeydir ki, baxın, Allah Taala biz bəşəri Adəmi yaratdı. Adəmi yaradandan sonra əmr etdi ki, ey mənim ətrafımda olanlar, məni eşidənlər, mənim sözümə, mənim əmrimə tabi olun, uscudu, səcdə edin. Hamı səcdə etdi, İblisdən başqa. Elə Allah Taala yaratdığı Adəmi, bəşər övladını yaradandan sonra İblisi baş əyməməsi üçün onu dərgahından nə etdi? Qovdu. Elə insan dünyaya gəldi, boya başa çatdı. Boya başa çatandan sonra insan Allaha baş əyməsi lazım, Allahı haqq bilməsi lazım, Allah Taala'nın göndərdiyi Qur'an-ı Kərimi haqq bilməsi və Allah Taala yolunda olması gərəkən ikən əksəriyyəti şeytana tərəf meyilləndi. Və o zaman Allah Taala buyurur ki, Bəni Adəm, ey yaratdığım məxluqat, mən sənə görə, yaratdığıma görə şeytan baş əymədi deyib, mən öz dərgahımdan qovdum onu, amma sən nə etdin? Özünü tanıyandan sonra bu dünyada sənə vacib idi ki, mən yaratdığım, mən ki səni yaratmışdım, mənə baş əyəsən, amma əksəriyyətimiz getdi şeytana tərəf. Nə baş verdi? Nə oldu? Mən ki sənə görə qovdum onu. Sən bəşərə görə qovdum onu. Amma sən özünü tanıyandan sonra məni yaddan çıxartdın, ona tərəf meyləndin, onun yanında qərar tutdun. Nə baş verdi? Deyir, şeytan deyir ki, لَاُغْوِيَنَّهُمْ اَجْمَيْنِ onların hər birini deyir, bu dünyada olan bütün çirkinliklərdən bəziyərəm onu, gözəlləşdirərəm onların nəfsində, onların gözündə və onların hər birin qəlbin ağlın alacağam deyir, özümə tərəf çəkəcəm deyir, ta qiyamət gününə qədər deyir. İlla ibadəkə minhumul muxləsin. Amma bir qövm var, bir dəstə var, bir toplum var. O toplum deyir, hansılardır? İllah ki onlardır ki, mənim onların qəlbinə girməyə, mənim onların ağlına girməyə, mənim onların içinə girməyə ixtiyarım yoxdur Rəbbim. Deyir, hamısını apararam amma bir tayfadan başqa, bir qövmdən başqa. Kimlərdir? O ki, müxlis bəndələrdir. Bəhsimiz müxlis olmaqdır. Baxın, görün, nə qədər əhəmiyyətlidir. İnsan gərək müxlis olsun ki, şeytan ona nüfuz edə bilməsin. Bu qəlb pak olmalıdır ki, Allah orada qərar tuta bilsin. Bu qəlb hər nə qədər pak olmazsa, o müxlislikdən danışa bilməz və müxlis ola bilməz.
Görün nə qədər qiymətlidir, dəyərlidir. Müxlis olmaq. İnsan ibadət və itaətdə ola bilər. Amma daha çox keyfiyyət və əhəmiyyət daşıyan və insana lazım olan dünya və axirətin açarı insanın müxlis olmasıdır, imanlı olmasıdır, insanın haqqı ilə Allahı tanımasıdır və haqqı ilə Allaha tərəf yön almasıdır. Pərverdigarı aləm, sənə an verəm cəlal və izzətin xatirinə, ilah yalvarırıq sənə. O müxlislik sifəti ki var, o iman ki var, ilahi o əxlaq ki var, ilahi o yəqin ki var, bizim hər birimizin ora çatması üçün hər birimizə kömək ol ki. Muhammed və Ali Muhammed salavatı ki. Və Hicr 42-də Allah Teala buyurur: "İnne ibadi leyse leke aleyhim sultanun illa men ittaba'ke minel gavin." Deyir və şübhəsiz şeytana deyir ha, şübhəsiz sənin mənim bəndələrimin üzərində heç bir hökmranlığın yoxdur, hökmün yoxdur şeytan, heç bir hökmün yoxdur. Tamamilə sənə tabi olan azğınlardan, gavin, azğınlardan başqa. Allah Teala'nın Hicr surəsinin 42. ayəsində bu ayə bizim özümüzə şamil olur. Deyir, buyurur, inne ibadi leyse leke aleyhim sultanın. Mənim deyir ibad, yəni mənə bəndə olan, yəni necə? Mənə həqiqi bəndə olan, mənə qəlbi ilə, ruhu ilə bəndə olan, mənə əməli ilə bəndə olan, inne ibadi. O mənim bəndəmdir deyir. O ki mənim bəndəmdir, şeytan sənin ona sultan olmağın, yəni ki rəhbər olmağın qeyri-mümkündür. Ola bilməz sən ona rəhbər olasan. Çünki o mənim bəndəmdir. İnnə ibadi. Allah deyir, o mənim bəndəmdir. Sən mənim bəndəmsən, getmə şeytana tərəf. Mən səni istəyirəm, çox istəyirəm, getmə ona tərəf. Sən mənim bəndəm ol, qalma o tərəfdə. Hər bir şey mənim əlimdədir. Ona bel bağlama, o səni yarı yolda qoyacaq. Və azğınlığa tərəf gedəcəksən, dünya və axirəti bitirəcəksən. İnnə ibadi, mənim bəndəmdirsə, o həqiqətən də bəndə namaz qılan, ibadət edən, Allah evinə ziyarətə gedən, Kərbəla yolunda olan, fərq etməz hər hansı bir ziyarətdə olan, cümə namazına gələn, sübh namazına qalxan, gecə namazını qılan, innə ibadi, o mənim bəndəmdir. Nə xoşdur ki bu gözəl söz Allah hər birimizə desin ki, o mənim bəndəmdir. O mənim bəndəmdir. Nə gözəl olar ki, biz onu qazana bilək bu dünyada. Bu qədər ibadətimizlə, bu qədər itaətimizlə, ki bu qədər danışdığımızla, Qur'an ayələrini oxumağımızla, sübh namazına qalxmağımızla, ki innə ibadi. Axı biz Kəbə evinə gedirik, bəndə olmağımızı göstərmək üçün, düz. Namaz ki qılırıq, bəndə olmağımızı göstərmək üçün. Allah, mən sənin bəndənəmdə namaz qılıram. Oruç tuturam, sənin bəndənəmdə Allahım. İlahi Kəbə evinə gedirəm, ləbbeyk deyirəm, ya Rəbbim. Allah, sənə ləbbeyk deyirəm. Bəndəçiliyimi göstərmək üçün. Allah Teala da buyurur ki, innə ibadi. O insan ki, həqiqətən də mənim bəndəmdirsə, onun sənin yanında bir işi yoxdur. Sənin də bir hökmün onun üzərində ola bilməz, mümkün deyil. İllah var, bir dəstə vardır. Qavin. O insanlar ki, tuğyan edərlər. Azğın olarlar deyir. İndi görün, o azğınlıq bizim hər birimizə yaraşırmı? Əlbəttə ki, yaraşmır. Allahın bəndəsi olmaq, xalis bəndəsi olmaq, Allaha tərəf meyl etmək. İnsan, belə deyək, bir qaranlıq küçədə, əgər yağış yağırsa, işıq da yoxdursa, və sənin gözün heç bir yeri görmürsə, amma bu o demək deyil ki, sən çarəsizsən. Düzdür, özünü çarəsiz bilirsən. Çünki heç qabağını görə bilmirsən. Bir anlıq gözlərini yum, ürəyini, qəlbini bağla Rəbbivə, Xaliqivə, hər bir şeyi yaradan Allahıva. Dinən ilahi, ya Rəbbim, mən düzdür indi bu küçədə
bu yağış yağan küçədə, ilahi bu çolğunda, ilahi bu soyuqda, ilahi mən çarəsizəm, amma mənim bir çarəm var, o da sənsən. İlahi mən naümid deyiləm. İlahi mənim Allahım sənsən. İlahi mən sənə bağlanmışam. İlahi səndən başqa bir qapım yoxdur. İlahi mən sənə təvəkkül edirəm. Yəqinim də sənədir. Sənə bağlanıram. Bu qaranlıqdan, bu palçıqdan, bu bataqlıqdan, bu görünməyən, göz gözü görməyən bu çöldən, biyabandan, bu soyuqdan sən məni qurtar ya Rəbbim Allah. O zaman Allah səni o yerdən, məni o yerdən qurtarar. Çünki bizim Allahımızdır. İnsan təki bağışlanmağı bacara bilə, ona tərəf gedə bilə, haqqı ilə tanıya bilə. Nə xoş o insanın halına ki, o haqqı tanıya və o qapıya gedə bilə. Muhammed və Ali Muhammed salavat zikr edir. Və Hicr surəsinin 43-cü ayəsində buyurur: "Və inne cehenneme lemev'iduhum ecmaîn." Ya Peygamber, bəs həqiqətən də əgər azğın azırsa və o mənə bağlanmırsa, məndən ayrı gedirsə, özünə başqa bir adam, başqasını tapırsa, nəfsin və şeytanı tapırsa, və inne cehenneme lemev'iduhum ecmaîn, və onların vəd yeri deyir, mütləq cəhənnəmdir. Tövbə surəsinin 119-cu ayəsində buyurur: "Ya eyyuhellezine amenu ittaqullaha və kunu ma'as-sadiqin." Ey iman gətirənlər, hər biriniz ki deyirsiniz ki biz iman gətirmişik, Allahı haqq bilirik, Qur'anı haqq bilirik, peyğəmbərləri haqq bilirik. Ey iman gətirənlər, o ki etiraf edersiniz ki biz iman gətirmişik və haqq bilirik. İttəqullah. Allah'a tərəf yön alın, təqvalı olun, qorxun Allah'tan, Rəbbinizdən. Çünki iddia edirsiniz ki siz iman sahibisiz. Özünüzə bir nəzər edin, özünüzə bir baxın, iç aləminizə baxın, əməllərinizə baxın, gözünüzün önündən keçirdin əməllərinizi, dediklərinizi, rəftarınızı. Görün siz iman sahibisiniz. İttəqullah. Allah'tan çəkinin deyir ha. İddia ki edirsiniz, çəkinin, ittəqullah və kunu ma'as-sadiqin. Əgər həqiqətən də siz təqva sahibisinizsə, həqiqətən də siz yəqinə çatmış insanlarsınızsa, həqiqətən də Allahın müxlis bəndələrisinizsə, Allah'tan qorxun və kunu ma'as-sadiqin. Və bu dünyada nə qədər sizin ömrünüz var, nəfəsiz gedib gəlir. Bu dünyada çalışın ki kunu ma'as-sadiqin. Sadiq olan insanlarla bir yerdə olun. Düz olan insanlarla bir yerdə olun. Hak olan insanlarla bir yerdə olun. Onları yaddan çıxartmayın. Haqlarla bir yerdə olun. Necə Peyğəmbər aleyhissalatu vesselam özü və onun əhli beyti və əyyam-ı Fatimiyyədir. Xanım Fatimə Zəhranın şəhadət günləridir. Və kunu ma'as-sadiqin. Ey atiullah və atiur rasul və ulul əmri minkum. Allah'a itaat edin, peygamberine itaat edin ve ulul emri minkum. Ve sizin aranızda emir sahipleri, o emir sahiplerini bize gösteren kimdir? Peygamber. Kimi gösterip? Ehli beyti. Kunu ma'as-sadiqin. Onlar sadıklardır. Özünüzü onlardan ayırmayın. Hanım Fatıma Zehra'dan ayırmayın. Çünkü niye? Her sözü Allah kelamıdır. Her sözü Allah üçündür, peygamber. Çünkü bu dersi Hazreti Peygamber'den almıştı. Bu dersi Emir el-Mümininden almıştı. Bu dersi ilahiden almıştı. Kur'an'dan almıştı bu dersi. Hak'tan almıştı bu dersi. Çünkü onların bütün kelimesi, bütün dedikleri, her bir rəftarı neydi? Allah kelamıydı. Allah Taala'nın buyurduklarıydı. Kunu ma'as-sadiqin. Yerinizi belli edin bu dünyada. Pərverdigar-ı aləm, Cəlal və İzzətin xatirinə bizim hər birimizi o yolda olmaqda kömək ol ki. Zümər surəsinin 53-cü ayəsində buyurur: "Qul ya ibadiyellezine esrafu ala anfusihim la taqnatu min rahmetillah." Sonra buyurur ki, baxın, "Qul ya ibadiyellezine esrafu ala." Ey deyir, günah etməkdə
Allah'ın sözlərinin əksinə getməkdə, Qur'anın sözünün əksinə getməkdə, peyğəmbərlərin sözünün əksinə getməkdə həddini aşmış bəndələrim. O qədər günah etmişsiniz, o qədər səhv buraxmışsınız, o qədər xəta etmişsiniz. Deyir, qul ya ibadiyəl-ləzīnə əsrafu alə anfusihim. Həddini aşmış, günah etməkdə həddini aşmış bəndələrim. Deyir, ya Peyğəmbər, de o insanlara, mənə bəndələrimə deyinən, günah etməkdə həddini aşmış bəndələrimə deyinən ki, la təqnətü min rəhmətillah. Allahın rəhmətindən naümid olmasınlar. Olmayaq naümid Allahın rəhmətindən. Çünki Allahın rəhməti bütün etdiyimiz günahlardan daha çox əzəmətlidir. Çünki bizi yaradan Xaliq odur. La təqnət min rəhmətillah. İnnallaha yəğfiru zunubə cəmiən. İnsan deyir, başa düşə, anlıya, hər bir yaşında dərk eləyə ki, bu qədər mən günah etmişəm və Allah öz qapısından məni qovar. Deyir, yox, naümid olma, səni qovmaz. İllah bir yolu var. Tövbə edəsən, əstəğfirullah Rabbi və ətubu iləyh, haqqı ilə tövbə eləyəsən və bir daha o günahlara getməyəsən, qaydasan Allah Taala'nın huzuruna. Deyir, innallaha yəğfiru zunubə cəmiən. Allah bəndəmin etdiyi bütün günahları bağışlayar. Bütün günahları. İnnehu vel gafurur rahim. Bəs yaddan çıxartmayın, huvə o Allahdır ki, gafurun, bağışlayandır, rahimdir. O bağışlayandır və rahimdir. Yenə bizə yol qoyur. Və hər bir ayəsində Allah Taala biz xəta törədən, biz günah edən bəndələrinə yol, vasitə qoyur ki, bu yolla gedə bilərsən. Anladın mı bu yolda? Hər cür bizim üçün yol qoyur ki, ülgü qoyur ki, bizim üçün biz ondan istifadə eləyək, Allahın haqq olan yoluna yön almış olaq. İnkişaf etdikcə, texnologiya artdıqca, indiki yeniyetmələr və bəzən həm də bizim həmyaşıdlarımız belə ülgünü nədən götürür? Teleseriallardan götürür özü üçün, həyat tərzi. Bu açıq aydındır, bunu inkar etmək mümkün deyil. Çox insanlar dünyada və Azərbaycanda ülgünü televiziyaya gedən teleseriallarda, filmlərdə, teatrlarda, onların giyimin, onların rəftarın, onların danışığın, onların etdiklərin, onların hər bir şeyini öz həyatına daşıyır, öz həyatına daşıyır və heç də utanmır. Allah Teala bize ülgü koyup Kur'an koyup bize ülgü. Peygamber koyup bize ülgü. Müslüman, senin ülgün Kur'an'dır, peygamberdir, Ehl-i Beyt'tir. Hanım Fatıma-i Zehra'dır. O senin için ülgü olmalıdır. Onun danışığı, onun rəftarı, onun Allah tanıması, onun hayası, onun namusu, onun elmi. Ülgü o olmalıdır bizim evlerde. Bizim balalarımız üçün, bizim əyallarımız üçün, bizim qız gəlinlərimiz üçün, bizim oğlanlarımız üçün, bizim nəvələrimiz üçün, bizim özümüz üçün. Ülgü o olmalıdır. O zaman fayda olur. Ama biz ülgünü nədən götürürük? Tanınmış aktörlərin filmlərində bizə xas, bu dünyaya xas, o ki qavim var ha, Allah yolundan çıxan. O zaman deyir, özümüze ne ki ülgü koyduk, dilimiz değil ya peygamber, ya Allah, Kur'an, Ehl-i Beyt, Hanım Fatıma-i Zehra, gözümüzden yaş akır ama meylimiz, fikrimiz, hayatımız hardadır? Onların yanında hele. O zaman nece olur? Biz Allah'ın sevimli bəndəsi olmuş oluruz. Allah, mən səni tanıyıram, səndən başqa digər bir qapı tanımıram. Necə olur? Sözüm qəlbimlə düz demir ki, fikirlərimlə, ağlımla düz demir ki, əməlimlə düz demir ki. Bax, o zaman insan özünü bilməlidir ki, mən nəyəm, içimdə nə var, mən necəyəm. Bu asan bir şey deyil ha. Heç birimiz üçün asan deyil. Əgər biz ülgünü oradan götürəriksə, balalarımız ondan götürürsə, bizim xanımlarımız ondan götürərsə, qız oğlanlarımız ondan götürərsə, onda vay bizim halımıza. Biz çalışmalıyıq. Kur'an'ı elmi ilə, peygambəri elmi ilə, Əhl-i Beyti elmi ilə, gözəl sahabələri elmi ilə, Hanım Fatıma-i Zəhranı elmi ilə çatdıraq. Özümüzə və öz yaxınlarımıza. Bax, o zaman bir fayda olar. Bax, o zaman biz Allah'ın əzizi olmuş oluruq.
1000 il ibadət et. Bu işlərdən kənar ol, bir faydası yoxdur. Amma bu işlərdən birini görmüş olsaq, indiki zamandakı ən çox lazım olan və ən çox vacib olan bizə odur. Onun ardıcı geçsək ki, özümüz fəlakətə, balalarımız fəlakətə, ayalımız fəlakətə, qız gəlinlərimiz fəlakətə, ana bacılarımız fəlakətə gedməsin deyibən bu ülgünü öz evimizdə biz qoya bilsək, nə xoş halımıza. Allahın əziziyik onda. Cəmiyyət tərəfindən də sayılıb seçilən olarıq. Niyə? Çünki həya və əxlaq var, tərbiyə var, insanlıq var, mərifət var, gözəllik var. Allah bəyənən hər nə varsa o gözəldir. Çox gözəldir. İlahi pərverdigar aləm. Sənə and verəm Cəlal və İzzətin xatirinə hər birimizi o cür olmaqda çətindir ya Rəbbim Allah, çox çətindir. Amma biz sənə yalvarırıq. Biz səndən istəyirik ya Rəbbim. İlahi dilimizlə yox, qəlbimizlə istəyirik səndən. Ürəyimizlə istəyirik səndən, varlığımızla istəyirik səndən, mənəviyyatımızla istəyirik səndən. İlahi yalvarırıq sənə ya Rəbbim Allah, xətalarımızın üstündən əfv qələmin çəkkin. Günahlarımızın üstündən əfv qələmin çəkkin. İlahi bizi bağışla ya Rəbbim Allah. İlahi o ki buyurursan o cür olmaq, İlahi o cür olmağı bizim hər birimizə qismət qərar verkin. İlahi ülgü qoymusan ya Rəbbim Allah bizim həyatımız üçün. Ki nicat tabaq dünya və ahirətdə. O ki Qur'andır, İlahi, o ki peyğəmbərlərindir, sonuncu peyğəmbərdir. O ki imamlardır, gözəl sahabələrdir. İlahi, o yolda sabit qədəm olmaq üçün bizim hər birimizə kömək ol yine ya Rəbbim. İlahi, xanım Fatimə Zəhranın ismətindən, həyasından, səni tanımağından, o yolda ki o vardı, o necə idi ya Rəbbim. Bizə də ondan biraz, bizim analarımıza da, bizim bacılarımıza da, bizim qız gəlinlərimizə də İlahi ondan biraz pay ver. İlahi bizi imanlılardan qərar ver yine. İlahi şəri xətanı üzerimizdən götür. İlahi bizi nicat tapanlardan qərar ver yine. İlahi sənə and verirəm Cəlal və İzzətin xatirinə bizim ölkəmizə güc ver. İlahi ülkemizde yaşayan Müslüman bazı ve kardeşlerimizin gün ve güzaranın yaxşı olması için onların her birine kömək ol ki. İlahi ruzilerin bol karar ver. İlahi onlara imkan ver yine. İlahi onların xəstələrine şifa ver yine. İlahi sənə and verəm Cəlal ve İzzətin xatirinə iltimas eləyənlər var. İlahi, ağlaya-ağlaya analarımız, bacılarımız iltimas ediblər. İlahi, qürbətdə olanlarımız var, iltimas ediblər. Hər yerdəki dünyada var, onlar iltimas ediblər. Bugün də, cümə günündə burada əyləşənlərin duasına ehtiyacları var. Ya Rəbbim Allah, amin demələrinə ehtiyacı var. İlahi, kimin ki, nə müşkülü, nə hacəti var. Onların həllində hər birinə və hər birimizə kömək ol ki. İlahi, bu dünyada bizi avara qoyma. Ki qiyamət günündə avara qalmayaq. İlahi, sənə and verirəm Cəlal və İzzətin xatirinə. İlahi, sən bizim dövlətimizi, ərazi bütövlüyümüzü, İlahi, bizim müstəqilliyimizi əbədi qərar ver ki. İlahi, Cəlal və İzzətin xatirinə bu dövləti, bu ərazini, Azərbaycanı qoruyan bizim qeyrətli əskər və zabitlərimiz var. Sərhədlərimizi qoruyan əskər və zabitlərimiz var. İlahi, bizim əskər və zabitlərimizin gözlərinə işıq ver ki. İlahi, onları həmişə qalib qərar ver ki. İlahi, səngərdə olan əskərlərimizlə üzbəüz olan düşmən əskərləri var. Onları həmişə məğlub qərar ver ki. İlahi, onları həmişə bizdən uzaq qərar ver ki. İlahi, bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar ver ki. İlahi, onun zuhurunu təcil qərar ver ki. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. Muhammed və ali Muhammed salavatü.